Deməli, bir neçə il əvvəl Mampasının reportajında belə bir şeyə rast gəlmişdim ki, aparıcı oğlan bir xanımdan soruşur ki, əsnəmək yoluxucudurmu? Ümumiyyətlə, niyə biri əsnəyəndə digəri əsnəyir? Xanım da həm hə deyir, həm də qarışıq cavablar verir və digər tərəfdən də fikirləşir ki, Gəncəlilərdə daha çox olur və Gəncəlilər Bakıya gəlib köçürlər, daha Bakıda da yayılmağa başlayır bu proses. Gəlin indi burada biz elmin tərəfindən yanaşmağa çalışaq ki, görürsən əsnəmək doğrudan da yoluxucudurmu? Əslində hə, əsnəmək yoluxucudur. Belə ki, bizim beynimizdə ayna, güzgü neyronları deyə bir neyron qrupu vardır. Məhz bu neyron qrupu insanda empati hissinin hiss edilməsində rol oynayır. Empati nədir? Məsələn, bir adam, yanınızdakı kimsə üzüləndə siz də üzüntü duyğuları yaşayırsınızsa və yaxud da sevinəndə siz də sevinc hissi yaşayırsınızsa, uzun sözün qısası həmin şəxsin duyğularına ortaq duyğular hiss edirsinizsə, bunu empati adlandırırlar.